Bu ilki 9-cu sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məlikə Abbaszadə Xalq qəzetinə müsahibəsində deyib. O bildirib ki, burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir. Hazırda 9-cu sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur. Yeni tədris ili artıq ölkənin bütün orta və ali təhsil müəssisələrində start götürüb. Qarabağ Universiteti və Qarabağ Universitetinin klinikasında isə tədris prosesi hələ başlanmayıb. Qarabağ Universitetinin mətbuat xidmətindən Az-Edu-Aza verilən məlumata görə dərslər sentyabrın 22-sində başlayacaq. Həmçinin onu da qeyd edək ki, tələbə sayının çoxluğunu nəzərə alaraq dərslər 2 növbəli şəkildə təşkil olunacaq. Qeyd edək ki, bu il Qarabağ Universitetində 2000-dən çox tələbə təhsil alacaq. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə qəbul olunub.